Mən Azərbaycan dili müəlliməsi Babazadə Aynurə. Bugün sizlərlə dim toplu ikinci hissədə olan köməkçi iksirlərin amonimliyi və sinonimliyi testinin izahını verəcəm. Deməli, başlayaq. Nümunələrdən birində feil ilə amonim olan ədad işlənmişdir. Gəlin axşam biz imtihana hazırlaşaq. Nə edin, gəlin. Burada ümumiyyətcə feildir. Gəlin, yalnız feil olur. Gəlin ədad olmur. Gəl feil və ədad olur. Bu aid deyil. Çalışın, hamını bir gözlə görün. Nə edin, çalışın, ümumiyyətcə burada ədad yoxdur. Gəl o barədə sonra danışaq. Gəl həm feil olur, həm ədad olur. Gəl o barədə sonra danışaq. Ümumiyyətcə feil və ədatı fərqləndirmək üçün bir asan yolunu deyim. Birincisi, ədatı cümlədən çıxara biliriksə, ümumiyyətcə ədadlar cümlənin leksik mənasına təsir eləmir. Ümumiyyətcə cümlənin mənasına təsir eləmir. Sadəcə təsir gücünü qüvvətləndirir. Mən bu gəli cümlədən çıxartdım. O barədə sonra danışaq. Cümlənin mənası itmədi. Sadəcə təsir gücü azaldı. Ancaq gəl o barədə sonra danışaq deyəndə cümlənin təsir gücü bir qədər qüvvətləndirdi. Əgər ədatı cümlədən çıxaranda cümlənin təsir gücü azalır, təsir gücü dəyişirsə bu ədaddır. Ümumiyyətcə cümlənin mənasına təsir eləmirsə, demək ki bu digər bir nitq hissəsidir. Təsir eləyirsə digər nitq hissəsidir, təsir eləmirsə ədaddır. Yəni ədatı cümlədən çıxarsaq da məna dəyişmir. Yalnız cümlənin təsir gücünə təsir eləyir. İndi baxın, o barədə sonra danışaq. Bir belə seçin, bir cümlədə iki feil ola bilməz. Danışaq, gəl. Deməli, nə edək, danışaq, bu feildirsə, deməli, bu gəl nəsə başqa bir şeydir. Deməli, burada gəl ədaddır. Bir var deyirəm ki, bizə gəl olacaq burada ədad. Gəl o barədə sonradan, bizə gəl olacaq feil. Gəl o barədə sonra danışaq, burada olacaq ədad. Bunları götürdüyün yerə qoy. Nə et, qoy feil. Qoy ədad kimlə işlənir? Deyirəm, qoy sən deyən olsun. Burada ədad, ancaq burada qoy nə et, suala cavab verirsə, burada feildir. Cümlə üzvü olursa, burada feildir. Onların işinə lap diqqətlə bax. Bax da feil və ədad kimi işlənir. Ancaq bizə burada deyir ki, nümunələrin birində feil ilə amonim olan ədad işlənmişdir. Yəni, ədatın özünü tapmalıyıq. Gəl, həm də feil olur. Bax, deyirəm, bax, gör nə etdin, ədad. Sən bir bu işə bax, sən işinə lap diqqətlə bax. Burada feildir. Həm sifət, həm də ədad kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. Burada bir say və ədad kimi işlənir, ancaq yalnız ədad və bağlayıcı kimi işlənir. Sonra burada yalnız ədad kimi işlənir. Artıq tək, deyirəm ki, artıq danışma, necə danışma, zərf, artıq insan sifət. Deyirəm ki, tək o gəlsin. Burada tək o gəlsin arzu ədatı, deyirəm ki, o tək yaşayırdı, o tək qalırdı, tək gəlirdi, tək gedirdi, burada zərf. Bizə deyir ki, sifət və ədad kimi. Sifət və ədad kimi işlənən sözlər, deməli, burada necə, nə, əvəzlik və ədad kimi olur. Ona görə burada düzgün cavab Y-dir. Deyirəm ki, artıq insan sifət, o artıq qocalmışdı. Ədad, o tək yaşayırdı, zərf və yaxud da tək insan sifət. Deyirəm ki, sən tək dostdan kimi inciyər, sən tək dostdan, sənin kimi dostdan və yaxud deyirəm ki, tək universitetə qəbul olsun, yəni kəşk universitetə qəbul olsun, burada ədad. Deməli, Y variantı. Həm əvəzlik, həm də ədad kimi işlənə bilən sözlər cərgəsi. Bu elə belədir. Elə belə əvəzlik və ədad kimi işlənir. Deyirəm ki, elə dostdan kim inciyər? Burada elə dost, belə dost, elə danış, belə danış. Burada əvəzlik. Deyirəm ki, işarə əvəzlikdir, ancaq cümlədə zərflik vəzifəsində çıxış edir. Burada elə belə ədad kimi deyirəm ki, elə mən də sən deyəni deyirəm. Belə mən deyən olsun. Burada isə ədad kimi işlənir. Hara ümumiyyətcə heç ədad kimi işlənmir, nə əvəzlik və ədad kimi işlənir. Sonra hər bütün ümumiyyətcə ancaq əvəzlik kimi işlənir. Qabaq deyirəm ki, səndən qabaq, məndən qabaq qoşma kimi. Qabaq sırada, hansı sırada sifət kimi. Tərəf saxlama isim kimi. Evə tərəf, bağçaya tərəf, burada qoşma kimi. Tək necə əvəzlik kimi işlənir. Tək isə sifət kimi işlənir, əvəzlik kimi işlənmir. Ona görə düzgün cavab A-dır. 4. Həm qoşma, həm də sifət kimi işlənə bilən sözləri müəyyən edin. Qədər kimi, başqa doğru, bəri sonra, tərəf, qarşı, savay, özgə. Həm qoşma, həm də sifət kimi.
Sonra zərf və qoşma kimi işlənir. Səndən sonra qoşma, sonra gəldi zərf, sonra özgə savayı, deyirəm ki, özgə insan sifət, burada səndən özgə qoşma, savayı da səndən savayı qoşma, doğru söz sifət, doğru danış qoşma, sonra başqa, deyirəm başqa insan sifət, səndən başqa qoşma. Düzgün cavab B-dir. Burada tərəf, qarşı, qədər kimi. Tərəf, qarşı, deyirəm tərəf saxlama isim kimi, evə tərəf qoşma kimi, burada isimə qoşmadır. Qarşı deyirəm ki, evə qarşı, məktəbə qarşı, və deyirəm ki, evə qarşı, məktəbə qarşı. Burada qoşma, qədər kimi. Burada kimi danışır, kimi gülürdü, kimi sual əvəzliyi, qeyri-müəyyən əvəzlik. Burada isə qədər, deyirəm ki, biri var qədər, insanın qədəri taleyi isim kimi də işlənir, evə qədər qoşma kimi də işlənir. Ona görə düzgün cavab 5-də B-dir. Hansı ədatlar ikinci şəxsin təkində işlənəndə feilin əmr şəkli ilə ortaqlıq təşkil edir? Qoy, bax, gör. Burada kaş ümumiyyətcə arzu ədatıdır. Burada elə belə feilin əmr şəklinə heç aidiyyatı yoxdur. Ancaq bağlayıcı və ədat kimi işlənir. Gəl, ədat və feil kimi işlənir. Da, də bağlayıcı kimi də işlənir. Ədat kimi də işlənir. Ha, axı, nidadır. Sonra barı, ümumiyyətcə barı, ağacın barı mənasında işlənə bilər. Ancaq feil deyirsə bizə və feilin əmr şəkli ədat deyirsə, bax, qoy, gəl, gör olacaq. Cərgələrindən birində ədatlar digər köməkçi nitq hissələrlə amonimlik təşkil edir. Baxırıq, yəni ümumiyyət heç bir nitq hissəsindən amonimlik təşkil etmir. Sonra daha heç bir nitq hissəsindən amonimlik təşkil etmir. Ancaq bağlayıcı və ədat olur. Necə əvəzlik və ədat olur. Sözcəyə digər ədatlar deyir bizə, ədatlar deyir. Ancaq ümumiyyətcə, ancaq bir də necə, sonra deməli burada var, amonimlik təşkil edir, ki, yəni. Burada ki, digər köməkçi nitq hissələrinə ki, həm bağlayıcı, həm ədat olur. Cərgələrindən birində ədatlar digər köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Ki, yəni, burada yəni